De Toplu Polu qoşturmağa göndərmişəm. Mənim canım xalam qızıdır. Lalə xanım. Ağdamlıdır. Salam de hamısına. Sağ ol canımsın. Var olasın. Çox sağ ol ürəyimsən. O şeyi də qapını da bağla. Sonra Narahat olma. Bu biraz hava buzlu kişişleyince. Mənzərə də super. gör Toplu Polu açanda isinsin, isinməyindən əmin ol, sonra qapını bağla, qurban sənə. Narahat olma. Yaxşı. Öpürəm səni, mən canlıdayam. Yaxşı. Sağ ol. Narahat olma. Yaxşı. Sağ ol. Qoy Arzuya dönüm indi. Arzu, üzürlü say bacı. Üzürlü say. Hə. Arzu, üzürlü say, bayaqdan mənə zəng gəlməli idi oradan Sibrizdən. Onu gözləyirdim. Hə, indi o qaldığın yerdən davam elə, hə? Obşim, sonra başladı Aşıq Namiqin haqqında ağzına gələni dedi. Bu da öz yerində. Namiqin ağrısı onun ürəyinə. Namiq kişi də, mujikdir. Namiq səni ki matışqa deyil. Get bu sözlərim danışın, sən də ver mənim əkimi. Sonra da bir nəfər, bir müğənninin adını çəkmədi. Dedi ki, bəs onu da bir nəfər bir yer vardı, istəyirdilər. O da deyir, yəni hansısa bir rayona 5.000 manat deyir, istəmişdi. Deyir, mən onu deyir, yox 5.000 manata gedən müğənnidir. Mən deyir, xahiş elədim ki, mənim nəyimisə toydu. Mənlə gəl gedək təmənnasız gedək. Nəfəsi deyər, yəqin bir dəfə efirdə danışıb onu. Bax, onu bilmədim, az çəkmədi. Dedi ki, yəni həmin müğənnini dedim ki, mənim yaxınımın toydu deyir. Getdim ora deyir, 5.000 deyir, aldım oradan. Ona deyir 2.000'i qoydum cibimə, ona deyir 3.000 verdim. Yoxsa dedi 3.000 qoydum cibimə, ona 2.000 verdim. Yəni pulun yarısını yəni öz cibimə qoyub, ona deyib ki, mənim yaxınımdır da, buna hörmət mən sənə eləyirəm. Bax, belə bir şey. Yəni bunu deməkdən məqsədim odur ki, bunları deyə-deyə yoldan getdi ora. Sözün yadında saxla, o pandemiyada Moskvaya gəlmişdi, Rusiyaya. Yanında 2 dənə oxumaq istəyən qız gətirmişdi. O çörəyi necə qazanır? Sənətlə qazanmır. Yanına 2 dənə qız alır, Food City'nin, oranın buranın restoranlarına, kafelerinə düşür o qızlarla. Qızları qabağa verir, pul qazanır. Bu da bunun bir nakişi xarakterlərindən biri. Kişi öz şotuna pul qazanar, qızları qabağa verib. Hə, nəysə. Sonra komşum orada toy oldu, bitti. Toy olanda özün bilsən də toyda indi o gəlib təbrik eləyənlər, musiqiçilərin qabağına pul atmaqlar, kimlərsə atmaqlar belə. Orada yığılan pulu da dedi ki musiqiçilər götürdülər. Toy sahibi də dedi mənə dedi pul vermədi də. Yəni heç bir pul vermədi. Yox belə dedi pul vermədi. Dedi ki sabahları sənə karta dedi hörmət eləyəcəm. Yəni buna deyib güya toy sahibi ki sabah sənə karta hörmət eləyəcəm. Qoy mənə o sabah karta pul atsın Arzu. Mən sənə elə bil ki kartıma pul atacağam. Mənə dedim. Ondan sonra biz qayıtdıq gəldik. Mənim bacım yəni Rubabə də yanındaydı da. O Hüseyin Muxtaroğlu da oradaydı. Ay bacı, sənin yanında heç kim də olmasa biz hamımız bilirik ki Arzu Mələk düz danışan xanımdır. Hə. Mübariz it yalancısıdır, it yalancısı. Səhərsi keçdi. Birisi gün gördüm ki bu məni yığdı. Qayıtdı mənə belə elədi. Həmin o dost dediyi insan üçün. Qayıtdı dedi ki Arzu, bəs o şərəfsiz də deyir məni aldatdı. Dedi sənə karta pul atacağım, məni aldatdı deyir, mənə pul atmadı da. Mən də qayıtdım dedim ki Mübariz Eyüp canın sağ olsun. Mən onsuz da zaten orada nəsə umurdum da. Sən demişdin ki nəsə yüngül də olsa o hörmət eləyər. Mən onu sən demişdin. Mən umurdum. Atmadı. Heç də sənin canın sağ olsun. Mənim də məclisim olur. Mən səndən xahiş edirəm, gələrsən ora. Belə söhbət bağlandı. İndi bayaqları bu söhbətdə düşəndə ortalığa, orada qayıdıb deyir ki, balalarımın canı deyir, ikizlərimin canı deyir, mən sənə, sən ona deyir pulsuz getmişdin ki, deyirəm bəli pulsuz getmişdim. Deyir mən sənə dedim ki, toy sahibi sənə hörmət eləyəcək, mən sənə özümdən 300 manat verəcəm. Bəli, mən pulsuz getmişdim. Əgər mənə elə-belə hörmət olunsaydı belə, o elə-belə hörmət, o mənim qiymətim deyil. Mənə toy sahibi zəng vuranda mən rayona hansısa bir məbləğ deyib gedirəm. Amma sən də getmişdim. Hə, indi sən hörmət dedin, onlar, olmaz söhbəti idi. Sən mənə belə eləyib, and içirəm, mən də and içirəm ki, balamın canı, ya o yazısına deyir, ikizlərimin canı, mən deyib öz cibimdən 3 sənə yüzlük deyir, maşında verdim ona. Mən də and içirəm ki, balalarımın canı deyirəm, yalçın, yalan deyir. Bu mənə pulzad verməyib maşında. Belə deyir, bala qədri bilən olmuşsan, mənə deyir, bala qədri bilən olmuşsan. Elə bil mənlə bir yerdə uşaq böyüdübdür. Bu görüb ki, mən qədir bilirəm, bilmirəm. Sən bir dəfə evli olub ayrılmışsan, 2 dənə də uşağın var orada, sonra evlənmişsən, ailə qurmuşsan, heç bir o bir uşaqlardan bilmirəm, xəbərim var, yoxsam yoxdur. Sən kimə deyirsən bala qədri söhbəti? Başa düşdün? Elə bir laf belə mənə od qoydu da o sözlə. Yeri gəlsə, qadın elə bir şey, ana elə bir şeydir ki, anaya çox nadir hallarda ana bala qədri bilməyən analar ola. Bəli. Sən müqayisədə ana
daha çox bala qədri bilir. Əlbəttə. Kişilərdə də nisbət götürəndə. Kişilər bilirsən ayrılır. Arvad, köhnə arvad qalır orada uşaqlarla. Elələri var ki, o uşağın heç hətta belə nəyin ki... Mübariz getsin, onun dərdini çəksin. O birisi uşaqlarına baxmamağının dərdini, birinci arvaddan olan uşaqlarına baxmır, onun dərdini çəksin. Məni yalanlar şəhərlədi. Güya mən sənə deyir, öz cibimdən 300 verdim. Qələt eləyir, eviyyəsindən pul alıb. %100 yəni ki, ona deyibdi ki, elə belə, nə bilim, makyaj pulu, filan pulu, bəlkə elə bir az da olsa alıb ondan. Qoyub onu öz cibinə, onun dalıca şərəfsiz də dedi. Dedi ki, pul vermə. Şərəfsiz elə mübariz özüdür. Bax, buradan deyirəm. Bu общем, mən də bayaqlar verilişdə olanda reklam arasında telefon özüm bilsən də orada qapıda qalır. Telefonu gətirdim, Yalçına dedim ki, Yalçın var, telefonu indi gəl, götürürəm. Mən, yəni ki, bayaqdan məndə deyir ki, telefon mən bacımı örgədəm. Yığdım birbaşa mikrofona, Yalçın özü eşitdi də, yəni reklam arası ki, bacıma dedim, necə olmuşdu orada? Bacım da hamısını dedi belə-belə də, dedi ki, məsələn, gedəndə belə, amma heç bir pulzat vermədi. Yox, dedi ki, şərəfsiz. Mübariz deyir hansıdır, o var ya bir dənə şındırımın tulası var ya, sazladı belə tulluyur, güya janglıyor. Saç çalmaq istəyən. Mənim münasibətim də ondan yəni dəyibdi də. Yəni belə deyim sənə, mənim bir yaxın rəfiqam vardı. Karoçi uşağının nəvəsinin toyu olasıydı, kiçik toyu. Mən də bu fikirləşmişdim ki, mən bunun üçün Yevlaxa 2 ay, 3 ay bundan qabaq getmişəm də havayı. Mən də mübarizə edeyim, qoy gəlsin orada 1-2 nömrə çıxış eləsə mənim adımdan hədiyyə olaraq da. Buna zəng vurdum, bu da bunun səsləri məndə var. Deyir ki, səni bax silməmişəm spesialni ki, yəni bu kişiyə yaraşan hərəkət deyil də ya, o səslərini belə saxlamışam. Deyir ki, mənə səs göndərdi ki, bəs Arzu, Allaha and olsun, ekizlərimin canı, mən həmin günü rayonda Bərdədir nədirsə də orada yazıbdı ki, bəs ev sahibinin telefonunu da belə çəkib, skrin edib baxmışdı ki, bax mən burada toydayım, 2 ay bundan qabaq da beh almışam burada. Mən bir gün o yana, bir gün bu yana olsaydı sənin dediyin toy, mən gəlib orada təbii iştirak eləyərdim. Amma bura mən beh almışam, həmin tarixə gəlməyim qeyri-mümkündür. Ala bu da bax ev sahibinin nömrəsi, inanmırsan soruş. Mən sənə yəni yalan demirəm. Mən də dedim ki, mən durub ev sahibinə soruşası deyəm ki, mübariz sizdə buradadır. Azər şu ev sahibinin nömrəsini verməyib, Allah bilir əmsi uşağının zadının nömrəsini verib, onları da öyrədib. Mən durub indi bunun da gedəsi deyildim də, zanitəm, əyb yox. O şey üstündən biraz keçər, o həmin adam, o kimə ki toyuna mən hədiyyə eləmək istədiyim insan, o götürər buna zəng vurar ki, bəs siz o toydan çıxa bilərsiniz. Bəs mən istəyirəm ki, Arzu ilə bir yerdə orada siz o toyu idarə edəsiniz filan 5 məkan. Buna qalib deyər ki, mən sənə 1500 manat verəcəm də, sən gəl. O gün bir də gördüm, bu yığır məni. Bu yığdı məni, burada ora Allah bilir rayonda nə bilim, yenə hansı qaydada gedirdi. Burada 1500 söhbətini eşidən kimi yığdı məni ki, bəs Arzu bu mənə zəng vurmuşdu. Deyir ki, 1500 sənə verirəm də. Mən də ona qayıtdım, dedim ki, qoy bir Arzu ilə danışım eləyim. Mən də buna qayıtdım, dedim ki, bəs sən çıxa bilmirdin. Bayaqları dedin ki, mən 200 beh almışam oradan, neçəsə manatdan bilməm, 200, 300, 500 nəysə beh almışamdan, bəs mən oradan heç cür çıxmağım mümkün deyil. Nə oldu bu sənin 1500 deyən kimi, pul eşidən kimi çıxırsan toydan? Deməli, bu insana heç toy yazdırmaq da təhlükəlidir. Bu buradan beh alacaq, o tərəfdən biraz baha qiymətliysənlər, bu çıxacaq toydan. Buradan gedişat bunu göstərdi. Mənim xoşuma gəlmədi. Dedim, deməli sənə pul təklif eləyibdi deyə sən çıxırsan, amma bayaqda mənə deyirsən ki, çıxmağım qeyri-mümkündür. Qeyri-mümkündür, 1500 yoxsa sən beh aldığın toydan sənə 5000 də versələr, sən çıxmamalısan. Bu belə. Sonra da boşum həmin toya mən də getmədim. Nəysə eşitdim ki, boşu bu gəlib həmin toyda iştirak eləyibdi. Və sonra da bayaqları mənə deyir, orada deyir ki, mənə deyir, o həmin adam deyir 2500 verdi, yalandan basır bağlayıb. Hələ 1500 də verilməyib. Sonra oradan eşitdim ki, orada qadın mənə dedi ki, 1000 manat verildi ona. 1000 manat, 1500 yox deyildi, amma 1000 manat verildi. Mənə bayaqlar orada deyir ki, 2500 mənə pul verildi. Sənə 5000 də versələr, sən danışdığın, beh aldığın toydan çıxmaq. Arzu, mən ölüm şeyi danışayım, bunları bildik. Sən bir toy oxuyursanmış, o bir zalda da girib oxumusan ki, bir 10 dəqiqə xahiş edirəm. O da belə olmuşdu. Şef day dostlar, görün nə olub, görün nə olub, dəhşət. Deməli, mən Golden Ringdə 2-ci mərtəbədə toydaydım. O şimdi burada aşağıda da bir dənə toy var idi. Aşağıdan bilmişlər ki, mən yuxarıda toydayam. Gördüm, gəl mənə dedilər ki, bir 15-20 dəqiqəlikdə yəni bizim toyda da aşağı düşüb oxuya bilərsiniz. Mən dedim, 15-20 dəqiqə problem deyil də. Yəni bir yol getmirəm, məsafəm yoxdur. Aşağı düşmək 2 dəqiqəlikdir. Bir 15 dəqiqədə oxuyaram, eyb yox. Və Baloğlan Əşrəfov rəhmətli, hələ onda rəhmətə getməmişdi. O idi toyda. Onu ayrı görmüşlər ansamblı ilə, mən də ayrı. O şimdi mən öyle Baloğlan oxuyan vaxtda
mən dedim, hə, elə fürsətli bir dənə düşdüm aşağı birinci mərtəbəyə girdim. Girəndə gördüm ki, Mübarizin çıxışı elə təzə bitibdi. Futlara belə sazı qoyub, şunuru belə əlində yığır yavaş-yavaş, şunuru yığır əlində belə. Mən də aparıcıya dedim ki, tez mənə sözü verin ki, mən oxuyum, mən yuxarıda toydayam da, qalxım yuxarı. Orada da oranın qız oxuyanı da, həmin o birinci mərtəbədən işləyən qız oxuyan, ortada cəmaat oynayır. Mən qayıtı orada gördüm ki, deyir ki, ortadan da indi müğənni də görür, yaxşı pul xərcləyir, mənə deyir də onu ki, deyir o kişi var ya ortada deyir oynayanların içində. Deyirəm ki, baxıram, deyirəm, hə, deyir ki, oşum səhərdə deyir təsəvvür qətiqindən o qədər pul xərcləyib yarım saat gələn müğənnilərə, plus musiqiçilərə, nə bilim, tay hər kəsə afisiyatlara qədər deyir bir dənə super pul xərcləyibdi də bu kişi. Hə, lap yaxşı, Allah canı sağ eləsin, nəysə. Mənə də söz verildi, gəldim belə ortada, belə cəmaatın içində də. Mübariz sazı yığırmış ha, fütulyara qoyur. Mübariz sazı qoyub fütləri şunur əlində belə yumruluyur qoymağa. Gedir uje. Gedir, hə, o bitirib uje. Mən də belə başladım oxumağa, bunların ya ortada cəmaatın içindəyəm. Həmin o kimin haqqında deyilmişdi ki, bu səhərdən bütün müğənnilərə nə cür pul xərcləyibdi. Həmin kişinin də elə bir yanımda, yanxın səmtdə dayanıb mənə. Gördüm kişi əlini saldı cibinə, belə başını da belə cibini də biraz böyrə çəkdi. Elə bir sanki biraz bəziləri var axı belə pul verirlər adama, amma biraz abrahaya kimi deyim ya, özünü reklam eləməmək kimi belə gizli formada belə cibindən çıxardır. Hə, bu kişi gördüm belə özünü böyrə belə şey oldu, cibindən oradan pul çıxartdı. Bu yana pulları eləyəndə gördüm əlinin içində belə yüzlüklər, 50'liklər, nəsə belə bir kütləndə belə çıxartdı pulu belə. İçindən bir dənə yüzlük beləncik dartdı. Çıxartdı ki, yəni ki, bunu mənə versin. Bu yüzlüyü beləncik eləyib, başını belə fırlananda mənə tərəf ki, yüzlük əlində özü ilə bərabər belə fırlananda, mən də belə əlimi belə eləyəndə ki, bu mənə verir də. Çünki belə mənə görə çıxartdı da, bunu mən onun yanında dayanar. Bir də gördüm ki, Mübariz nətər futlardan sazı götürübdü, şunuru zadı yox deyə sazı. Futlardan sazı götürüb, şunursuz zadsız. Bir təsəvvür gətirginən. Özün atdı belə qabağa, çala-çalada bir sol qıçında belə qaldırdı bir hafta yuxarı ki, belə özünü böyle elədi cibini kişiyə ki, bura qoy. Təsəvvürə gətirirsən, şunur yığılmış formada da onu qoşmağa vaxtı. Dostlar, saz fütülyardan şunursuz çıxardıb sazı. Sazı götürüb kişinin qarnına soxur ki, pulu mənə verdi. Hə, əl atdı sazı, bax belə birbaşa götürdü, gəldi. Üzündə belə, kişiyə tərəfdə belə cibini belə elədi ki, yəni işarə edir ki, bura qoy. Şurada 100 manatı da indi də bu belə eləyəndən sonra mən abırlı adamam da, mən ona durub nə deyim orada. Bu sazı belə zamata vura cibinə pul qoyduran adamdır, nə deyim. O üçün belə elədi cibini, kişi də bunun cibinə o 100 manatı qoydu, ondan sonra getdi, əl çəkdi, rahatlaşdı. Getdi o sazı qoydu təkrar futlara. Mən buradan Mübarizə deyirəm ki, Mübariz, bir də mənim adımı çəkəsən yalana, özdə yalana. Bax, yenə deyirəm, mən səninlə maşın almağa getmişəmsə, kim yalan danışırsa, kim ha? Bu mən söyüşü keçən dəfə başqa bir məsələdə də söyüş qoymuşam. Ölüsü qəbirdə itlə yatsın, yalan danışanın. Bax, dostlar, deməyin ki, söyürsən. Mən söyüş söymürəm. Mən buna nə deyirlər Arzu? Yəni, mən yalan danışan üçün deyirəm. Böhtan atana. Təbii ki. Böhtan atanın ölüsü qəbirdə itlə yatsın. Mübariz, çıxasan bir dənə də mıqqı eləyəsən, Allaha and olsun, Qurana and olsun. Sənə faktlarla qabağına elə şeylər qoyacaq. Mən o həddə çatdırma. Yəni, dinsizin deyilman ötəsindən imansız gəlir. Afət canım gözüm, mən sənə bir dənə söz deyim. O nə qədər söyüşlər indi orada deyirsən. Bax, o söyüşlərə elə bil ki, hesab elə ki, elə bir bax, mənim əvəzimdən dedin. Əgər mən də deyirəm ki, əgər o mənə o Yevlaxa gedəndə bayaq üzümə nətər durdu, mən şəxsən elə başa düşdüm də oradan verib pul. Mən şokdayım hələ. Əgər o Yevlaxa gedəndə deyirəm, mən sənə öz cibimdən bir pul verdim, deyir. Əgər o mənə Yevlaxa gedəndə o dediyi deyir, öz cibimdən sənə 100 sənə 100 maşına verdim. Veribsə, sənin o dediyi söyüşlərində mən deyirəm. Bax, mən deyirəm. Mübariz, sən əgər Arzu Mələyə qarşı o dediyin şeylər düzdürsə, kim yalan danışırsa, ölüsü qəbirdə itlə yatsın. Qancığın qarnından çıxıb. Nə qədər deyə? Bəsdir də. Amin. Всё, bacı, bunda 3000 adamdan çox izləyici var idi canlımızda. Qəşəng belə bir necə deyim, evdə, yəni belə hal-hazırda Arzu xanım biraz başqa mühitdədir, formada deyil, ona görə canlıya səslə qoşuldu. İnşallah axşamda, sabahda bir şeyində formada olarsan,
qoşularsan. Zaten sənə ehtiyac yoxdur. Gözəl xanımsan. Sən Sağ ol, təşəkkür şokolad edirəm. korobkalarının üstündə şokolad kimi xanım Azərbaycana səs salmışdın. Elə bu gün də gördüm, sağ ol, yenə də gözəlliyindən heç nə əsirgəməmisən, gözəlsən. Çox sağ ol. Yalçın da sənin xətrini çox bayaq danışanda deyir ki, çox mədəni xanımdır, çox. Onun verilişində də o şey deyək ki, başqa verilişlərdən fərqli olaraq odun üstünə benzin tökmədi. Odun üstünə su tökdü. Sağ olsun, buradan təşəkkür edirik ki, insanları bezdirmir. Mən istəməzdim ki, belə olsun. Sadəcə olaraq, yəni mən yenə də təkrarsız olmasın. Yəni anonsda gördüm ki, yəni burada kim var, kim yox və mən artıq o anons verildiyinə görə mən ora getməyə bilməzdim deyə getdim və Yalçınla da öncədən yəni xahiş elədim ki, yəni olur da gələn qonaqlar arasında aparıcı dialoq yaradır, həm söhbət olurlar. Dedim belə-belə də, yəni mənə elə hesab elə ki, mən verilişdə təkəm. Məni yəni o digər qonaqlarla yəni istəmirəm ünsiyyətdə olmaq, xalq əziyyət budur. O bunu bildi, dedi yaxşı. Bunlar elə bil ki, bu oturan kimi özü bilərəkdən elə bil. Foyədə də dedim ki, bax əvvəlcədən də dedim, yazmışdım onu hələ avqust ayında. Ay bacı, bu günləri toya gedən müğənni bu gün, o vaxt olardı da 100 manat. 100 manat pul yazılır, bu adam toylara gedir. Menyusu 250 manat olan yerlərə arzu. Gedir 100 manat pul yazılır. Yəni bunun səviyyəsi elə budur da. Mən demirəm 100 manat yazılanlar səviyyəsiz yox. Müğənni sənsə, musiqiçi sənsə, milyon qazanırsansa, o boyda pullar qazanan oğlan, güya mənə gedib Galinvagen alan, belə orada zamin duran oğlan. Sən gəlib mənim oğlumun toyuna 250 manatlıq menyuya 100 manat pul yazılmışsan. Düzdür, 250-ni mənə sağ olsun endirmə elədilər, amma bir yerə qədər də. Sən heç oturduğunu yazıla bilmirsən. Ay mübarək, sən mənə maşın nətəri zamin durub ala bilərsən. Özünə qaytaracağım buradan, kartı at ora, qatıq alıb başına yaxarsan. Mən yəni demək istəyirəm ki, yəni mən öncədən də dedim, yəni bunu aparıcı da bildi, verilişin prodüseri da bildi və bunun özünə də öncədən mən şey yazmışdım ki, avqust ayında hələ, məni harda görsən salam vermə. Mübarək, səni harda görsəm ha, Allah eləsin burada Rusiyada zadda. Dostlar, mənim toya çağırsanız, mübarizlə eyni toya çağırmayın. O toyda mənim əsəblərimi özümü idarə eləməyəcək. Onun sazını götürüb... Mən, yəni demək istəyirəm ki, mən Yalçının verilişində də valla açıq belə istəməzdim, belə səs-küy qalmadallıq olsun. Sadəcə olaraq bu insan oturan kimi bilir ki, buna hələ birinci poyədə də dedim ki, mənə yaxın gəlməz, salam, filan, mənimki səndən bitib. Bu bunu bilərəkdən elə bil ki, məni elə bir qanatdı da orada, elə bir şey qanadır məni ki, spesialini ki, mən başlayayım bundan, başa düşürəm. Bir də verilişin əvvəlində orada Arzu xanım dedi ki, 2099, yəni Arzu xanım demək istəyir ki, 99-cu və 2000-ci. Burada nəyə sən danışırdın, sözümü bölmədim ki, bunlar burada yazır ki, 2099 dedi Arzu. Arzu xanım deyir, yəni 2000 ya da 99, yəni bunu demək istəyir. Hər halda bilirik biz. Ola bilər, yəni hətta 99 ola bilər, indi mən bəlkə elə demişəm ki, mən biraz onun haqqında danışırıq. Onda da dostlar, mənim 19 yaşım var idi. Burada bəli, sənin 19 yaşın var idi, bəli. Mən yəni bu onun haqqında danışırıq, biraz təkrarlanır hər şey. Ona görə ola bilər ki, məndə mübarək səni sürüyərəm, ağıllı ol, sazı sənin başında qıraram. Bu dəfə sənlə mən bu cür danışacağam. Mən sənə başqası deyiləm ha. Ağıllı ol, mənim adımı çəkmə orada burada. Mənim adımı yalandan böhtana, şərə çəkən adamın ölüsü qəbirdə itlə yatsın. Sən hara zibilisən ki, mən səndən gedəm maşın alam. Kimsən sən? Sən mənim üçün show biznesdə konçinli bir adamsan, ən axırıncı, ağzı əyri. Ged ağzını əyrisini düzəlt, gözünü əyri. Bunun ağzını, gözünü udar vuranda Arzu, yanına heç kim getməmişdi. Gecə, mən də bunu adam bilirəm, nə bilim, gecə ilə yürüb getmişəm o xəstəxanaya. Bir adam yox idi, yəni bir adam ha, heç kim yox idi. Ölünün nə günahı var, söydürməsin də ölüsünü. Çıxır efirdə afətlə maşın almaya getmişəm. Mənim ərim mənə deyir, bir kişi tapanmırdın ki, sən kişi ilə maşın alma. Kim də ara matışqasıdır bundan sən. O ara zibilidir ki, mən onunla maşın almağa. Gələ getsin özünə maşına. Gəlib toyda 250 manat, menyo 100 manat yazılan adamdır bu. Mən onunla maşın almağa gedərəm. Kimsən, sən? Mən yəni ki, sənin izləyicilərimə də yəni son olaraq yəni bunu da deyim ki, o 99 2000, yəni ola bilər bəlkə kimsə biraz başqa cür başa düşüb, ola bilər bəlkə mən mexaniki səhv etmiş olaram. Yəni o rəqəm baxımından. Yox, sən söz gəlişi ki, yəni 2090 ya da 99, yəni 1900 demədin deyə. Bunlar ilə başa düşür ki, 2099 demsən, dostlar yox, indi onu bilən bilir hər halda. İndi bilməyənlər də bilməsinlər də, bilənlər bilməyənləri öyrənsinlər. Yəni o qədər bu onun haqqında bu dəqiqə danışıram. Yəni çox belə əsəb keçirdirəm, stres keçirdirəm. Ona görə ola bilər ki, nəsə mən də danışığımda mexaniki səhv. Mənim beynimi qızdırmasın, alnına peysər yazıb paylaşaram, ağıllı ol.
Ağıllı ol, bir də mənim adımı çəkmə. Mən sənə başqası deyiləm ha. Əclaf gədə. Oldu Arzu xanım. İzləyicilərdən də üzr istəyirəm. Hələlik canımsan. Sağ ol, sağ ol. Sağ ol. Mənim mübariz deyir İstanbul'un yağışdan qorxusu yoxdur. Mənim beynimi qızdırma, sən bir də efirə çıxıb mənim adımı böhtana şərə çəkərsənsə, Allaha and olsun, mən artıq yəni günah məndən getdi. Mən sənə bunu xəbərdarlıq eləyirəm. Ağıllı ol, mən sənə başqaları deyiləm. Sənin zaten 2000-ci ildə, 2021 idi, nə idi? Rusiyaya gəlib burada nə hoqqa çıxartdığımı buradakilar bilir. Yanına 2 qız alıb gəlib Food City'nin kafelərində qızları qabağa verib pul yığan qədəsən sən. Sən bu cür çörək qazanırsan. O saz sənə qənim olsun, nə mənada saz. Azərbaycanın ən qədim folklor aşıqlıq sənətdə folklor bizim saz muğama bərabər belə deyim ki, yəni saz sənəti estradanın tayı deyil, bunu demək istəyirəm. Müqəddəs peşədir saz sənəti, aşıqlıq sənəti müqəddəsdir. Sən o sazı göyə tullayıb janglyorluq eləyə-eləyə, bunu sənə çox dedilər, az eşitdin. Özün kimi bəzi, səni kimi ağılda olanlar da deyir, yaxşı eləyir, yaxşı eləyir. Səni janglyor kimi, sirk ustası kimi çağırırlar toya. Sən nə səs çalan deyilsən, nə oxuyan deyilsən. Get, ağzın əyri, gözün çaş, onu düzəltdir. Efrazada hələ çıxma. Get, bəli, adını burada yazdılar. Nə Roza, bax sən ondansan. Sən gətirib burada Food City'də Azərbaycandan oxumağa başlamaq istəyən 2 qızı qabağa verib pul qazanan qədəsən, klonsan. Bu sənə mən keçən dəfə gördüm, bunları demirdim. Çünki sən daha dedim yəqin kəsmisən. Get, ağzının əyriliğini, gözün sənə deməyiblər yəqin. Bax bu gözün belədir, ağzın da belə əyilir. Get onları düzəltdir, vurğun vurub səni. Şərəfsiz tula.